بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا محمد وأهل بيته الطاهرين ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Allahın lütfü inayeti ilə bu günləri Məhərrəm ayının 3-cü gecəsinə daxil olduq. Sabah Məhərrəm ayının 3-üdür və bugün 3-cü məclisimizdə bizlərin. Bugünkü bəhsimizdə İmam Hüseyn əleyhisselam Vəlid yanından ayrılarkən tarixdə qeyd olunub ki, həmin gecə gəldi Həzrəti Rəsul-i Əkrəmin mübarək və müqəddəs qəbrinə Məscid-ü Nəbidə qəbrini ziyarət elədi. Həm tarixdə o ziyarəti iki hissədən ibarətdir ki, bizə gəlib çatan tarix mümkündür. İmam orada başqa bir hərəkət edir, amma o ki, bizim əlimizə tarixi sənədlərdə gəlir, iki hissədən ibarətdir. Bir, Peyğəmbər Əkrəmin özü ilə olan münacatı, razı niyazı birbaşa. Bir də İslam Peyğəmbərin mübarək və müqəddəs qəbri şərifində Allahla olan münacatı. Biz iki dənə öncəki ağanın tarixdə başına gələn hadisə və həmin hadisələrdə söylədiyi kəlamlarından qısaca da olsa tanış olduq. Dedik ki, birinci gün ki, bu Vəlid ibn Ütbə çağırdı. İndi diqqət edin. Orada beyət eləməməyinin səbəbini açıqladı. Orada onu da bir dənə bir cümlə deyim, bu qeyd yadınızdan heç vaxt çıxmasın. Hələ Kufə cəmaatı İmam Hüseyn əleyhisselamla rəhbərlik eləsin onlara, bunu istəməmişdilər. Yəni Kufə cəmaatının hərisini almamış, eşitməmiş İmam birbaşa Yezidə beyət etməyəcəyini elan elədi. Nəinki Kufədən cavab gəlmişdi ağaya, nəinki o 18.000 məktub söhbəti var idi ki, onlar olmuşdu, sonra imam dedi mən beyətim. Xeyr, imam birbaşa Çün Muaviyə aleyhil haviyə cəhənnəmə vasıl oldu. Bu xəbər elan olundu rəsmi şəkildə. İmam buyurdu ki, artıq qardaşım İmam Həsənin bağladığı müqavilənin şərti bitdi. Muaviyə verilmişdi filan şərtlər daxilində. Bunlar o şərtləri riayət eləmədilər. Bəziləri bir də görürsən sual verirlər. Bu hissəyə də diqqət edin. Xob, Muaviyə şərtə riayət eləmədi. İmam Hüseyn ağa niyə şərtə riayət eləmədi? Eləməyəydi. O da sındırı idi. İmam Həsən ağa da şərtə riayət etdi. Çün Muaviyə dedi ki, mən müqaviləni imzaladım. Bunlar əməl eləmədi. Bu biri tərəfdə əməl eləməsin. Niyə Muaviyə əməl eləməyə, İmam Həsən əməl eləyir, İmam Hüseyn müqaviləyə əməl eləyir? Bu sualın cavabını biz bir tarixdə öncəyə qayıtsaq, Hüdeybiyyə sülhündə bunu görürük. Peyğəmbər
salavatullah aleyh və aleyh Məkkə müşrikləri ilə sülh müqaviləsi bağlayır Hüdeybiyyədə və Hüdeybiyyə sülh müqaviləsi kimi məşhur olur. Gedin İslam tarixlərini açın, istir Şiə olsun, istir Sünni olsun, fərq eləmir. Hamı yazırlar tarixçilər ki, müşriklər Peyğəmbəri Əkrəmin bağladıqları müqaviləyə riayət eləmirdilər. Amma Peyğəmbər son an necə riayət elədi? Necə? Diqqət edin məsələyə. Müqavilənin şərtlərindən biri bu idi özdə. Çox mühüm şərtlərdəndir. Diqqətli olun amma buna. Əgər müsəlmanlardan biri gəlsə Məkkəyə pənah getirsə, ona Məkkə müşriklər pənah verir və İslamdan dönür. Və İslam Peyğəmbərinin, Mədinə hökumətinin ixtiyarı yoxdur. Onu tələb eləsinlər və ondan hesab kitab getirsinlər. Amma Məkkə müşriklərindən biri müsəlman olsa, üst tutsa Mədinəyə, Mədinə hökuməti təcili şəkildə onu qəbul eləmir və onu Mədinəyə daxil olmağa icazə verməyəcək. Peyğəmbər Hüdeybiyyə sülhündə bax bunu imzaladı. Və səhabələrin əksəriyyəti İslam Peyğəmbərinə etiraz elədilər. Ya Rasulallah, sən müsəlmanların izzətini sındırırsan. Bir dənə müsəlman o tərəfdən gələndə bu tərəfə onu qəbul eləməməyi qəbul eləmsən. Amma müsəlman getsə o tərəfə, sənin haqqın yoxdur onu tələb eləyəsən. Sən və bu müqaviləyə əhdlə əməl eləməyi vidimisən? İslam Peyğəmbəri deyir, bəli, mən razıyam bu müqavilənin bu şərtləri. Niyə? O müsəlman ki, müşrik olacaq, bizim nə dərdimizi ki, onu bir də getirək bura. Onsuz da aləmin sahibi var, Allah da mühakimə eləyəcək. O ki, Məkkəli müsəlman olub, müşriklərin qorxusundan müsəlman olubsa, yəni üzdə adi müsəlman, biz də qəbul eləməsək, onun İslamı ki, İslamdır, gedəcək öz yerinə. Bizə o İslam lazımdır. Amma biri ki, canı dildən İslamı qəbul eləyib, biz qəbul eləməsəkdə, o Məkkəyə də qayıtmayacaq, gedək bir yerdə öz İslamını yaşayacaq. Necə? Və tarixdə baxsaq, Hüdeybiyyə sülhündən sonra nə qədər Məkkə müşriklərinə müsəlman olub gəlmişdilər, İslam Peyğəmbəri qəbul eləmədi. Bunlar qaldan Məkkəyə qeysələr öləcəklər. Neynəsinlər? Qırmızı dəniz tərəfdə bunlar məkan sadılar, yer sadılar, yerləşdilər, bir qəsəbə sadılar ora, bir qaçqın düşərciyi kimi. Və tarixdə yazır ki, İslam Peyğəmbərin ən böyük siyasətlərindən bu idi ki, bu müsəlmanların əli ilə qırmızı dəniz tərəfdən gələn hücumların qarşısını almaq. Həm orada həqiqi müsəlmanları yetişdirdi ki, bunlar da nə Məkkəni qəbul edirlər, Peyğəmbər də bizi qəbul edir, biz Allahın dilini qəbul eləmişik. O bəzidə, məsələn, Allah eləməsə bizlərdən biri o cür bir hala düşsə, mən bu Peyğəmbərin getirdiyi dini qəbul edirəm, bu məni qəbul eləmir. Mən belə Peyğəmbər də tanımıram, belə din də tanımıram. Niyə? Çünki bu ağlı ilə qəbul eləməmişdir. Bu araşdırmadan qəbul eləyir. Amma bu bir nəfər ki, ağlı ilə qəbul elədi, o satça biləcək. Bu Peyğəmbərin hər nöqtəsində, hər nəfəsində bir hikmət var. İmam Həsən əleyhissalam da onu elədi. Sual belə, İmam Həsən ağa Muaviyə əməl eləmədi sülhə. Niyə İmam Həsən ağa sülhə əməl eləyir? Cavablardan biri budur ki, əgər İmam Həsən əleyhissalatu vəssalam canlar fəda olsun o zəhərlənmiş dodaqlar sahibinə, əgər o da əməl eləməsiydi, sualı budur, Muaviyyədən də onun nə fərqi var idi? Muaviyyə siyasətbaz, hoqqabaz, İmam Həsən ağada.
Axı dünyada bir dəfə mən yaşım biraz az idi. Lap elə də az deyildi. Elə bir orta məktəbi qurtarmışdım. Bir yerdə idim, bir məclis idi Bakı kəndlərinin birində. Bakı kəndlərinin ağsaqqalları yığışmışdılar. Həqiqətən o köhnə o ağsaqqalların qəşəng sözləri vardı. Allah rəhmət eləsin. Əksəriyyəti ölüb onların. Orada bir gözəl söz işlətdi. Dedi, dünyada bir yazılan qanunlar var, bir yazılmayan qanunlar var. Dünyanı bu yazılan qanunlar var ki, kimlərsə yazırlar, referenduma göndərirlər, hara göndərirlər, nə ilə qəbul edirlər, Milli Məclisdən, orayla, burayla. Bir də yazılmayan qanunlar var. Orada o ağsaqqalın biri qəşəng bir söz dedi. Və baxdıq, mən ki ondan sonra ayələrə, rivayətlərə baxmışım. Tarixdə gedişata baxanda gördüm ki, o ağsaqqal baxmayaraq məktəb oxumamışdı. Bir şeylə savad yox, universitet qurtarmamışdı. Amma onun sözü təcrübədən keçmiş, inkar olunmaz bir həqiqətdir. Nə idi? Dedi ki, dünyanı yazılmayan qanunlar idarə edir. Bu yazılan qanunlarla dünya çox idarə olunmur. Onu bir dənə misal çəkdilər orada o ağsaqqallardan. İndiyəcə onun yadımdadır. Dedi ki, kişilik hələ ölməyib. Kişilik əgər ölsə aləmdə də insanların yaşamaları ilə yaşamamalarının heç fərqi olmaz. Əgər hələ fərqi varsa, demək hələ kişilik var. Bu kişilik heç bir konstitusiyada, heç bir referendumun qəbul elədiyi bir qanundur. Bu kişilik başqa bir şeydir. Həqiqətən o cürdür. İmam Həsən əleyhisselamdır. O nakişilik elədi Muaviyə. O bir dənə bir şey var, düzdür yazılmayıb. Amma bütün fitrətlərdə bu qanunlar var. Ona görə bu qanunlarla dünya idarə olunur. Çünki fitri qanunlardır bunlar. O kişilik hara getdi bəs? Biz İmam Həsən ağanın kişiliyi. Söz verir bu. İmam Hüseyin əleyhisselam da görürsün, Muaviyənin vaxtında eləmədi. Qiyam eləmədi. Niyə söz vermişdi? Sün qardaşı İmam Həsən əleyhissalatu vesselam söz vermişdi. İmam Hüseyin əleyhisselam da qiyamı əl atmadı. Elə ki, Muaviyənin ölüm hökmü elan olundu rəsmi şəkildə, ağa öz qiyamını elan elədi artıq. Sual budur, hikmətlərdən biri nədir pəs ki, İmam Həsən ağa ki, bu işindən hansı bir xeyir İslam ümmətinə gəldi? İslam ümmətinə kimliklərini həm özlərinə tanıtdırdı İmam Həsən ağa. Və Muaviyənin kimliyini də bu ümmətə aşkar şəkildə tanıtdırdı. Muaviyənin işi dinlirdi ki, o dinlə işi yox idi ki, o din qəbul eləməmişdi ki, dinlə durub hökumət eləyəcək. Dinsizin biri idi. Və onu İmam Həsən ağa göstərdi ki, ta yəqinə çatsın insanlar. İnsan bir şey yəqinə çatmazsa, o işdən əl götürməyəcək. İçində bir vasvasa qalır, şək şübhə qalır, yerində diyana bilmir. İmam Həsən ağa Muaviyənin bu hökuməti vaxtı insanlar öz canları ilə o həqiqəti dərk eləsinlər, görsünlər. Çünki Muaviyə Peyğəmbər adı ilə, Allah adı ilə qiyam eləmişdi əleyhisselamın üstünə. Qur'an adı ilə, Qur'anı nizələrə vurdu. Və avam cəmaat aldanmışdı. Necə ki, bugün Azərbaycanımızda avam cəmaat, həmin vəhhabilər ki, bugün Qur'anları əllərinə getirirlər, əlləri elə onların nizədir,
əllərinə gətirilər va musibətə va Qur'ana. Quran bunu belə deyir, Quran belə deyir. Özləri heç Quran qəbul eləməyiblər ki, durub Quranla qəbul eləmədiyi bir şeydən. İmam Hüseyin əleyhissalam, diqqət edin. O insanların gücünə, insanlardan ona gələcək bir gücə görə durub qiyam eləmədi, inqilab eləmədi. Yəni Kufədən hələ tarixi gedib sənədlərə baxsaz, çünki Kufəyə hələ elan olunmamışdır. Muaviyyənin gərək Kufəyə ölüm xəbəri gedəndən sonra Kufə cəmaatı yığışırlar, məşvərət edirlər, məclis qururlar. Neçə gündən sonra namə yazıb İmam Hüseyin ağaya göndərirlər. O proseslər hələ orada gedə-gedə bu Vəlid ibn Ütbə və Mərvana imam bu cavabı verir. Bizlər amma biz gözləyirik bir adam yığılsın. Mənə bu dünya siyasətçilərinin işidir. İmam Hüseyin ağa belə deyirdi ki, İmam Hüseyin ağanın işi budur ki, cəmaata həqiqəti dadızdırsın, yaşatdırsın, göstərsin. Nəyə ki, öz zəmanəsinin insanlarına, bütün ta qiyamətəcən olacaq insanlara. Baxın, İmam əleyhissalatu vəssalam birinci məsələsində, Vəlidin məclisində Yezidin kimliyini açdı. Özünü tanıtdırdı, Yezidi tanıtdırdı. Mərvanla olan söhbətində ümməti ümmətə tanıtdırdı. İndi axı bu ki bir hərəkat rəhbərlik eləyəcək, bu ki bir inqilaba, bu qiyama rəhbərlik eləyir, özü də bir ilahi şəxsdirsə, bu xaricdən gələn pulları gözü onda yoxdur imam. Daxildə olan pullular pul bıraxsınlar bu qiyam üçün, bu hərəkat üçün, onda bunun imamın gözü yoxdur. Bu məsələlərə diqqət edin. Ona görə illər keçir, bu hərəkat hələ də yaşayır. Bu hərəkatın əleyhinə nə qədər oyunlar qururlar, amma yenə də bu hərəkat dünyanın hər nöqtəsinə yayılır. Hər nöqtəsinə. Hər nöqtəsində bu hərəkatdan bu dəqiqə danışılır. Niyə? Çünki İmam Hüseyin əleyhissalam qiyamında insanları gözləmirdi ki, gəlsin buna kömək eləsin, ta bu qiyam eləsin. Bəli, onları qiyama çağırırdı. Dedi, gəlin biz islah eləyək cəmiyyəti, düzəldək. Amma gəlmirsən, özün bilərsən ki, filan kes getmədi deyə mən də getməyim, söhbəti yoxdur. Mənə bu vəzifə gəlir, gedəcəm. İmam nə Kufəlilərin məktubu ki, hələ Kufəlilər ağanın tərəfdarı idilər, əksəriyyəti. Nə onlardan xəbər gözləyir. Nə pulluların pulundan, nə xaricdən, nə daxildən gələn varlıların bıraxacağı bir pulu heç nə. Bugünkü bəhsimiz bundan ibarətdir. İmam gəlir, Peyğəmbər Əkrəmin mübarək və müqəddəs qəbri şərifinə İslam Peyğəmbəri ilə birinci dərdi dil eləyir. Bugünkü bəhsimiz budur. Sabahki bəhsimiz həmin məsciddə Allahla olan razı niyazı. Diqqət eləyin. İmam o ki məktəllərdə gəlib, İmam deyir, İslam Peyğəmbərin qəbrinin yanına çatarkən üzünü tutur Həzrəti Rəsulun qəbrinə, deyir, Əssəlamu aleyk ya Rəsulallah. Və habilər basır kesirlər ki, va müsibətə, va beylətü, ölü eşitmir. Ölü da öldü, getdi, çürüdü, yox oldu, getdi.
Bəs bunlara siz dua edirsiniz, bunlardan məsələn iltimas edirsiniz, məsumlarımızdan, şəhidlərdən ilə axır, alimlərin bu şirkdir, nədir, nədir ilə axır. Dəlillərindən özə bir də budur ki, ölü eşitmir. Bir dəfə mən əqidə bəhsində bu bəhs eləmişəm. YouTube-da da var. O ki, ayə getirirlər. Əcibdir, o ayə, gedin təfsirlərə baxın, Məkkədə nazil olub. İttifaq və icma-ı ümmət. Nə orada sünni bir müfəssirin ixtilafı var, nə şiə. Hamı yazır ki, həmin ayələr harada nazil olub? Məkkədə. Fərz eləsə ki, bunların o iddiası düzdür ki, ayə elə bunların dediyini deyir. Ki, ölü eşitmir, Peyğəmbər sən bunlarla danışma. Ayə elə başqa bir şeydir, bizim bunda işimiz yox. Bütün əqidə dərsidir, bir şeydir. Fəqət o qulağat bir şey deyilsin. Yaxçı, Peyğəmbər Əkrəm, sünni və şiə tarixçilər hamı yazır ki, Bədir müharibəsində ölmüş müşriklərin cəsədlərini oradakı qurumuş quyuya tökür. Hamısı bir-bir ora. Və tarixdə var ki, İslam Peyğəmbəri gəlir o quyunun başına, ölmüş o cəsədləri ki, orada, onun da quyunda üstünü sonra bağlayacaq İslam Peyğəmbəri, onlarla başlayır danışmağa. Sizlər məni qəbul eləmədi, sizlər Allaha qəbul eləmir. Bax, indi gördünüz nə günə düşdünüz. İndi cəhənnəmi dərk edirsiniz, cəhənnəmi artıq gözünüzlə görürsünüz. Nə söhbətləri var, tarix kitabları yazılır, sünni şiə yazır. Sualım budur. Əcibdir. Hamı da bu tarix hadisəni yazıb. Bədir quyularında müşriklərin meyitləri ilə danışması. Ayə nazil var da, əgər ayə dediyi, bunların dediyini deyirsə əgər, hamı deyir Məkkədə nazil olur. O 2 dənə ayələr var da bunların əlində. Ondan başqa ayələr yoxdur. O 2 dənə ayədə həm öz alimləri, həm bizim müfəssirlər deyirlər Məkkədə. Məkkə dövrü Mədinə dövründən qabaq olub. İndi ayə gəlib danışma, bunlar eşitmir, illətini də deyib. Fərz budur ki, Vəhabilərin əqidəsi ilə deyirik ya, ayə tutaq onların dediyini deyir hələ. Orasını qəbul eləyik. Ləv səlləmna, təslim ola. Peyğəmbər Mədinədə Bismillah və billah və əla milləti Rəsulillah öz getirdi ki, ayəyə öz getirdi ki, ilahi qanunun əksinə gedir. Allah deyir, ay Peyğəmbər, bu eşitmir, bunu ilə danışma. Peyğəmbər ayəni qoyur ayaq altına, bu meyitlərlə danışır. Neyinə gedir bu Peyğəmbərə? Qəbul eləyək, eləməyək. Bu özü öz getirdiyinə əməl eləməyən Peyğəmbərə necə Peyğəmbər deyirlər bunlar? Bu bir. Bunu mən üzdən keçdim. Əqidə bəhsində bunun geniş bəhsini eləmişəm. YouTube-da var, baxarsınız. Amma keçək mətləbə. Cənab-ı Vəhabilər, ölü ki eşitmir və hər gün namazlarınızda niyə deyirsiniz? Əssəlamu aleyk əyyühən nəbi. Salam olsun sənə ey Peyğəmbər. Demir sizə salam olsun o Peyğəmbərə. Deyirsiniz salam olsun sən Peyğəmbərə. Xob, öyle eşitmir. Bu nədir? Hər namazda bu sözü deyirsiniz siz. Əssəlamə. Bizdə durur gedirik ya imamların qəbrində ziyarətnaməni. Vay şirk, vay bidət. Bidət nə olub? Dində olmayan şey dinə getirir. Nədir o dində? Siz ziyarətnaməni, dində ziyarətnamə var. Ay bədbəxt, hər gün namazda özün o ziyarətnaməni oxuyursan. Əssəlamu aleykə eyyühən nəbi və rəhmətullah və rəkat. Əssəlamu aleyna və alə ibadillah s-salihin. Əssəlamu aleykum və rəhmətullah. Ay bədbəxt, hər gün namazda bu ziyarətnamədən oxuyursan da sən. Hər gün neçə dəfə. Əgər o Peyğəmbər səndir ki, deyirsən ki, ölüb, eşitmir, ayədə sən dediyin gün fərz eləsək ona aiddir.
özünü dolamısan ya bu milləti dolamısınız. Hər gün namazda salam versiniz. Özdə demirsiniz salam olsun o peyğəmbərə. Salam olsun əleykə sən peyğəmbərə. O, nə oldu? Əvvəla yanındadır o peyğəmbər. Məsələn, bizə belə deyirlər, Vəhhabilər cəmaatı çaşdırmaq üçün bu şübhəni. İmam Əli əleyhissalam, İmam Rıza, siz hər yandan durub salam verirsiniz. Bu qədər səsi eşidir. Bu qədər sözə cavab verəcək. Bu fəryadı qopardırlar da. Sual budur. Hər gün namazda siz salam verirsiniz. Peyğəmbər Əkrəmin sizdə də bizdə də rivayətlərində nə var? Salamın cavabını almaq vacibdir. Sual budur. Niyə siz cavabsız namazda, hər namazlarda salam verirsiniz, cavabsız bir salam? Eşitmir sizi, cavabınız da vermir, siz də elə salam verirsiniz. Ola bilər sizə bu cümləni desinlər. Çünki bizə Allah vacib eləyib. Sual budur. Allah hikmət sahibidir. Ya elə həlləm-qəlləm Allahdır bu da. Yəni, hər bir hərəkətində, hər bir işində hikmət var da. Özü ki, Quranda deyir, həkim sifətini özünə getirib verib. Ki, mən hikmət sahibiyim. Hər bir işimdə hikmət var. O Peyğəmbər ki, eşitmir. O Peyğəmbər ki, sənin mənim salamın cavabını verməyəcək. Hə? Niyə bizə vacib eləyib, sənə mənə vacib namazda ona salam verir? Öz dedik, salam olsun sənə, ey Peyğəmbər. Niyə vacib eləyib bizə? Məlum olur ki, bunlar dinsizdirlər. Vəhhabi yəni dinsiz. Sələfi yəni dinsiz. Bunlar İslam Peyğəmbəri qəbul eləmir. Bunlar Allah qəbul eləməyiblər. Bunlar heç bilmirlər özlərindən namaz qılırlar. Yəni, heç bilmirlər. Bunlar cəmaatı gözlərini göstərmək üçün bir oyunlar çıxardırlar da. Aktyor. Allah sizə yəni mənasız bir şey əmr eləyib. Dur, salam. Özdə Allah deyir, Allah özü günüz vəziyyətdə qalır. Bunların Allahı ya. Bundan qəbul elədik Allah. Bu tərəfdədir, ey cəmaat, öyle eşitmir. Sonra da biz yetmiyəsirədik ki, Peyğəmbərə salam verir. Xob, əgər biz yəni bunların nəqidəsində olsa ki, Peyğəmbər ölü, Peyğəmbər heç kəsə eşitmir, sonra da deyik, Peyğəmbərə salam verin namazda. Görürsünüz, o bəzilər fəxrirlə Vəhhabiliyi qəbul edib sələfi, gör nə gündədirlər onlar. Nə gündə olanların xəttini qəbul ediblər. Hansı Allahı qəbul ediblər, hansı dini qəbul edib. Görürsünüz? Bidət. Peyğəmbər, bu qədər insanlar, cəmaat namazları qılınır, əzan verilən neçə milyonlardan insan bir anda namaz qılır. Hamısı deyir, Əssəlamu aleykə əyyuhən nəbi və rəhmətullah və bərəkatuhu, namazda ziyarətnamə oxuyurlar. Peyğəmbər bunların cavabını eşitmir bunları. Peyğəmbər bunlara cavab vermir. Bu həmin şey biz İmam Hüseyndə icra edirik də. Niyə İmam Hüseyndə icra edirsən? Bədbəq ikincisində nə deyirsən? Əssəlamu aleyna və alə ibadillahi salin. Bu salih bəndələrindəndir İmam Hüseyn Allah'a. Əli əleyhissalam salih bəndələrdəndir. Bədbəq. İmam buyurur, bizim düşmənlərimizə Allah əxmaqlardan qərar verir. Əxmaq yəni başı işləmir də. Özü bir şey deyir, bir şey eləyir ki, özü bilmir heç nə eləyir. Öz zərərini öz kitablarında yazırlar. O şey ki, özləri də heç inanmırlar, onu özlərinə əqidə düzəndirlər. O keçək əsas mətləbə. Buraya məlum oldu, bizim o ziyarətlərə gedəndə, Əssəlamu aleyhə, namazlarımızdan sonra salam verəndə Peyğəmbərə, imamlara, xanım Zəhra, salamullah aleyhimlərə, burada bir problem yoxdur ki. Və əslən İslamın gözəl bir sünnəsidir.
İmam Hüseyin əleyhissalam diqqət elə ilahi şəxs idi. Dünya siyasətçisi deyirdi ki, BMT-dən, Avropadan, mənim şərqdən, qərbdən, oradan, buradan dəstək versin, mən nə bilim bu hara gedəcək, seçkilərə gedəcək, mənim nəyə gedəcək? Yox. Allahı qəbul eləmişəm, Peyğəmbəri qəbul eləmişəm, mənə deyir ki, beyət eləmə, ya Allah bu işi gör, tutardı. Dünya hamısı tərsinə geçsin, üçün Allah mənə deyir, bu yolu get, mən gedəcəm. Elan elədi fikrini. Həm orada iki yerdir. Həm o zalim dövlətin məmurlarına elan elədi, Bəni Ümeyyə zalim dövlətin məmurlarına. Həm ümmətin özünə dedi ki, siz kimsiz? Çünki Mərvan ibn Həkəm yolda onunla görüşəndə o küçədə 2 nəfər gördülər ki, həm imamın yanında adam var idi, həm Mərvanın yanında, həm yoldan keçən vardı. Artıq imamla Mərvan danışanda başlarına 2 dənə mühüm adam bir dənə yerdə yığışanda başına adamın nə qədər adam yığışır? Adam istəməyəndə də. Xoş, indi yığışmıydı. İmam və bunlar kimlər bizə nəql eləyib? Orada olanlar bizə getirib tarix keçibdə onların sözləridir nəql olunur. İmam o hadisədən sonra gəlir İslam Peyğəmbərinin yanına və o həm səlam verir. Yəni biz şiələrin əqidəsində ölməyib, diridir. Diridir. Eşidir, cavabımızı verir. Günahlardır bizim qulağımızı bağlayıb eşitmirik cavabı. Görmürüksə günahlardır bizim gözümüzü bağlayıb görmürük. Saf adam olanda adamın gözü də saf ola, günah. Bir dənə günah o gözə deyməyə, qulağa. Niyə eşitməyəcək, niyə görməyəcək? Orada bu söhbəti də Peyğəmbər məscidi bomboş deyirdi ki, adam da var idi ki, onlar nəql eləyiblər. Bu tarixə keçib də Peyğəmbər Əkrəmə səlam verir. Rivayətlərdə var, deyir, söhbətlərinizi səlamsız başlamayın heç vaxt. Bir-birinə görüşəndə birinci sözünüz səlam olsun. İslamın ən böyük sünnətlərindən biridir və təkid olunan müstəhəb əməllərdən biridir. Və rivayətlərdə var ki, nə qədər savablar verilir, işim yolda yox. Hətta buyurur ki, bir nəfər sizi ilə görüşdü, ta səlamlaşmasa söhbətə başlamayın onunla. İslam Peyğəmbərin yanına gəlir, razı niyaz istəyir eləsin İslam Peyğəmbərin. Dərd ödəl eləsin, ürəyini boşatsın. Birinci ədəb göstərir, deyir, Əssəlamu aleyk, ya Rəsulallah, səlam olsun sənə, ey Allahın Peyğəmbəri. Buyurur, Ənəl Hüseyn ibn Fatimətə, mən Fatimə balası Hüseynəm. Sual budur, niyə İmam Hüseyin ağa xanım Fatiməyə nisbət verdi? Baxı, gələ deyildi, Ənəl Hüseyn ibn Ali. Amma dedə, Ənəl Hüseyn ibn Fatimətə. Demədə, Ənəl Hüseyn ibn Aliyyin. Niyə? Mümkündür. Bu ehtimal olunur ki, İmam başa salmaq istədi bizi ki, Peyğəmbərin ölümündən 3 gün sonra əgər Peyğəmbər balası, məsum, təthir ayəsi nazil olan, ayələr nazil olan Peyğəmbərin nə qədər haqqında hədis buyurduğu şəxs ölümündən 6 ay, bəzi sünni rivayətlərində və 8 ayda mən görmüşəm.
ki, hər gün gəlirdi sübh namazında deyir: "Əssalamu aleyküm ya əhləl beyt xanım Fatimə salamun əleyhanın qapısına." Sonra Tətir ayəsini oxuyurdu salamdan sonra. Peyğəmbər ümmətə bu qapını tanıtdırmışdı, bu xanımın kimliyini tanıtdırmışdı bu ümmətə. Peyğəmbər Əkrəmin ölümündən 3 gün sonra, 3 gün sonra o ehtiram sındırıldı. Onun da 2 günü Bəni Saidədə xilafət, beyət söhbətləri, 3-cü gün artıq bu qapıya hücum, qapıya od vurdular, xanımın şəhadəti, xanımın ehtiramını saxlamadılar. Ona işarə vurdu ki, ya Rəsulallah, mən həmin o Fatimənin balası Hüseynəm ki, 3 gün səndən sonra ona hörmət olunmadı. İndi mən bu həmin ümmətdən mən heç vaxt hörmət zət gözləmirəm. Əslən gözləmirəm. Çün bu Fatimə salamullahi əleyhaya Allah qismət eləsin, xanım Zəhranın bir məqamı var ki, onu mən bir dəfə qismət ilahi deyəcəm. İnşallah Allah lütf eləsə, əcib bir məqamı var xanım Zəhranın Allah yanında. Ona bu ümmət ehtiram eləmiş 3 gün Peyğəmbər Əkrəmin rəhlətindən sonra, ya 3 gün keçməmiş, 3-cü gün bu hadisəni onun şəhadətinə səbəb oldular, onun övladının şəhidliyinə səbəb oldular, Həzrəti Möhsinin qapısına od vurdular. 3 gün bu ümmət, onun da 2 günün başları stol üstündə, o xilafət üstündə başları qarışmışdı ya. Hətta rivayətdə var, Peyğəmbərin nəşini 2 gün saxladılar. Nə biz deməsə, dəfn olunmayacaq. Hələ bunlar hökumətlərini qurdular, zadı hayı, sonra Peyğəmbər yadlardan düşdü, gəllər, namaz qıldılar, gedin tarix baxın. 3-cü gün namaz qılandan sonra nə edilər? Həmin o Peyğəmbərin qapısına od vurdular. İmam Hüseyin ağanın hər kəlməsinin, görürsünüz, bu 3-cü günümüzdə də, 1-ci gündə də 4 dənə cümlə idi, 4 dənə, 5 dənə, dünən də 3-4 dənə cümlə idi. Bugün də 2 dənə cümlədir, 2-3 dənə cümlədir. Amma hər nöqtəsində hesab kitab var. Buyurur ki, mən həmin o Fatimənin balası Hüseynəm ki, o Fatimə salamullah əleyhaya ki, hörmət olunmadı. Mən bu ümmətdən bir yaxşı şey gözləmirəm. İstəyirəm bu ümmətin yaxçıları, amma bunların özündən bir yaxçılıq gözləmirəm mənə qarşı. Buyurur, fərxukə və bunu fərxətik. Fərx, ağacın budaqlarına da ərəb deyər. Yəni, mən bir ağacın budağıyam ki, onun gövdəsi sənsən, onun kökü sənsən, əsli sənsən, ya Rəsulullah. Mən sənin deyir, bu məcaz məni fərq edir. Yəni, sənin balonam. Və bənu fərxətik, sənin o məzlumə balon, Həzrəti Zəhranın balasıyam. İmam burada imamdır. Allah hifz eləsin. Allamə Cəvad Amili Həfəzəhullah Allamedə buyurur, imam ki, böyük şəxsiyyətdir, onların kəlamları da çox böyükdür. Elə deyil ki, biz onları da rahat başa düşək. Çünki əcib bir rivayət də var. Bizim hədislərimizin də nasixi var, mənsuxi var, ya Allah, bir möhkəmi var, mütəşabihi var və məsum belə deyir ki, çünki Allahın nümayəndəsidir. Elə onun kəlamı da ilahi kəlam kimidir. Çünki feyz Allahdandır. İmam təkcə keçmişə işarə vurmurdu xanım Zəhran barəsində. İmam buyururdu ki, xanım Zəhranla bizə eşitdirdi, biz ümmətə çatdırırdı ki,
mənim də xeymələrimə oturulacaq. Mənim də körpələrimə şəhid olacaq. Mənim də ailə üzvlərimə qamçı vurulacaq. Ya Əbu Abdillah, bax bu cümlə ilə bunu bizə başa saldı imam. Heç nə demir ha. Amma Allah bu cümləsini keçirdib tarixə. Bunu bizə başa saldı. Dedi, o bizə eşitdirirdi. Deyirdi ki, ey ümmət, necə anamın qapısına od vurdunuz, eynə mənim xeymələrimə də Kərbəlada od vurulacaqsınız. Ay ümmət, necə orada Möhsünü şəhid elədiniz, körpəni, mənim də körpə balalarım nə qədəsin şəhid eləyəcəksiniz. Necə orada anam Zəhra Səlamullah əleyhaya qamçı vuruldu, mənim aləmə, bacım Zeynəb, balalarıma da siz ümmət qamçı vuracaqsınız. Ya Əbu Abdillah, kaş ümmət sənin sözlərini başa düşəydi, dərk eləyəydi. Buyurur, və sibtukəlləzi xəlləftəni fi ümmətik. Sibt, ərəb bədənin bir parçasına da sibt deyər. Yəni sənin bədənimin bir parçasıyam. Neçə dənə şey işarə verir, budur mən halazadayım. Bu ümmət mən halazadanı qoyub o zinadan əmələ gəlmiş, o atası bilinməyənləri özlərinə rəhbər seçirlər. Diqqət edin. Deyir, mən sənin bədənin bir parəsiyəm ki, əlləzi xəlləftəni fi ümmətik, ümmətimin içində sən məni xəlifə təyin eləmsən. Sən Allahın nümayəndəsi, mənə xəlifə təyin eləmsən bu ümmətin içində. Yəni, artıq bu ümmət səni də qəbul eləmir. Dinləri İslam deyər, namaz qılırlar, oruç tuturlar, zəkat verirlər, həcc edirlər. Həmin bu ümmət səni də qəbul eləmir, ya Rasulullah, sənin Allahı da qəbul eləmirlər. Dildə Allah deyirlər, Rasulullah deyirlər, amma orada imam deyir ki, fəşhəd ya Nəbiyyəllah, şahid ol ey Allahın peyğəmbəri, nəyə? Ənəhum xədəluni, onlar mənə kömək eləməkdən əl götürdülər. Xədəluni, yəni mənə kömək eləməkdən əl götürdülər. Və ləm yəhfəzuni, məni qorumadılar. Və hadihi şəkvaya iləyk hətta əlqaq. Bu mənim şikayətimdir sənə, ta səninlə görüşənə də. Ki, mən də şəhid olacaq. İmam artıq xəbər verir, hətta əlqaq. Yəni, mən də artıq şəhadətə doğru gedirəm. Ya Rasulullah, bu tezliklə sənin yanında olacaq. Diqqət edin söhbətə. İmam niyə qiyam eləyir? Peyğəmbər üçün məni xəlifə təyin eləyir. Mən gərək olmalıyım. Allahın əmridir. İki, başına gələcək hadisələrin o sxemasını, proqramını ümmətə artıq cızıb göstərir. Mən vaxt yenə də bugün çox oldu, istəyirəm bir şəhidlərdən yenə də zikri müsibətli olaraq deyək. Amma da vaxt neçə gündür görəm, bir saat olur, çox gedir və Azərbaycanda da saat 1-dir, burada düzdür 12-yə qalır, orada da yəqin 1-ə qalar.
Bizlər bunları oxuyuram, həm özüm eşidirəm, həm siz eşidirsiniz. Boş eşitmək olmasın, boş dinləmək olmasın. Həyatımızda bunları tətbiq edelim. İmam Hüseyin ağa bugün bu gileyləri balası İmam Zaman deyilir. Çünki balası İmam Zaman da aləmdə gəlib qiyam eləyəcək. Hələ yara ənsar lazım olan şərait yoxdur ki, qiyamı gecikir. Gəlin həqiqi Hüseynçi olaq, o qiyamı hazır olanlardan olaq və şəraitin tezləşdirənlərindən olaq. Allahın verəm izzət əzəmətinə, Hüseyninin ehtiramını, Həzrəti Rəsulun ehtiramını, Həzrəti Zəhra salamun əleyhanın ehtiramına Allah bizləri həqiqi dildə yox, əməldə Hüseynçi qərar versin. Hüseynçi yaşadı, Hüseynçi öldürsün inşallah. Balası İmam Zamanın zuhurunda təcil eləsin. Bizi o zuhurun həqiqi intizarın çəkənlərindən qərar versin. O zuhuru hazır olanlardan, o zuhuru dərk edib, İmamın həqiqi xidmətçilərindən bizləri qərar versin. Elhamdülillahi Rabbil aləmin. Və sallallahu ala seyyidina Muhammed və əhl-i beyti. İnşallah burada bəzi qardaşların deyildə yazıları var. Rüstəm Kərimov qardaş yazıb, axşamınız xeyr hacı, sizin də hər vaxtınız xeyr olsun. Eyvaz İmamverdiyev qardaş yazıb, Esselamu aleyküm hacı, Allah hacı versin cümləmizə inşallah, amin inşallah və aleykumussalam. Ülvi Ağayev qardaş yazıb, salam olsun Hacı Elxan qardaşımıza və aleykumussalam. Zahir Şəkəvi qardaşımız, əzizimiz yazıb ki, Allah sizi qorusun Hacı, sizləri də həmçinin o mübarək məkanda. Bayramov Vidadi qardaş yazıb ki, Allah elminə bərəkət versin cümləmizin. Ziya Aslanov qardaş yazıb, Allah ömrünüzə, elinizə bərəkət versin inşallah. Cümləmizə qardaş təşəkkür. Həmid Kamaloğlu yazıb, Allahın salamı olsun Hacı sənə, Allah özü qorusun səni. Cümləmizə inşallah. Nicat Nadir qardaş yazıb ki, Hacı salamun aleyküm. Vəhabilər deyirlər, salam verməkdə məqsədimiz dua etməkdir. Bu haqda zəhmət deyilsə fikriniz deyərdiniz, Allah razı olsun. Esselamu aleyküm. Və aleykumussalam və rəhmətullah. Fikrimi dedim, əgər duadır və Allah hikmət sahibidir. Duanı ki, bica eləməzlər, yersiz dua olmaz ki. Yəni, bir səbəb olsun, bir illət olsun. Mən məsələn, indi dua eləyirəm ki, səlam olsun sənə, ey Lat, Üzzə, Mənat, müşriklərin bütlərinə səlam verim. Ya gedim Yaponiyadakı 2-3 dənə bütü qoyma, deyim, dua eləyirəm də. Orada deməyəcəklər mənə müşrik, deməyəcəklər mənə, mən nə bilim, bu bidət getirir. Duanın mənası olmalı, yeri olmalıdır, bica olmaz ki. Asif Məşədi qardaş yazır ki, Əhsən Hacıcan, Əli Həsən Abbasov, Allah hifz eləsin inşallah. Salamımızı da İmam Rıza'ya çatdırarsan, Əli Həsən qardaş inşallah. Allah razı olsun Hacı ağa, sizdən də həmçinin. Həmid Kamaloğlu, xoşdur Hacı, sənin o qədər həsrətində olmuşuq. Bilgəh kəndinin möminlərinin salam var sənə. Bizdən də inşallah o kəndin möminlərinə salam deyin. Bu mərasimlərdə, məclislərdə bizləri də dualarınızda unutmayın. Əli Həsən Abbasov, Allah əl-əsqərini min budaq eləsin inşallah. Allah bütün şiə balaları ilə, o cümlədən sən Əli Həsən qardaşımın balalarını da min budaq eləsin sənin üçündə inşallah. Dünya axirət baş tacın olsun. Allah müvəffəq eləsin. İnşallah gecəniz xeyrə qalsın. İnşallah sabah görüşmək ümidi ilə. Allah lütf eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.